Ağ ölüm adlandırılan narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə davam edir. Abşeron rayonu və digər bölgələrdə keçirilən xüsusi əməliyyatlarla narkotik alveri ilə məşğul olan 8 nəfər saxlanılıb. Onlardan 79 kiloqram marihuana, 10 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin və 450-dən çox psixotrop həb aşkarlanıb. Astara rayonunda isə narkotik alveri ilə məşğul olan şəxslər PUA ilə ölkəyə narkotik daşımağa cəhd göstərib. Arka. Maşında var. Yolun qırağından gel. Abşeron və Ucarda keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı İsmail Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov saxlanılıb. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marihuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini, maddi gəlir məqsədi ilə ayrı-ayrı ünvanlara çatdırmaq tapşırığı aldıqlarını etiraf ediblər. Daha bir narkotik alverçisi paytaxtın Nizami rayonunda saxlanılıb. 45 yaşlı Sadir Əliyevdən 3 kiloqrama yaxın heroin, tiryək, marihuana və 359 ədəd psixotrop tərkibli metadon həbi müsadirə olunub. Sadir Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən olub. O, ifşa edilməmək üçün mütəmadi olaraq yaşayış ünvanları və telefon nömrələrini dəyişib. Şəkidə də ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə satışının qarşısı alınıb. Dəfələrlə məhkum olunmuş Habil Quliyev saxlanılıb. Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 20 kiloqram marihuana, 5 kiloqram heroin, 1 kiloqram metamfetamin və 100 həb götürülüb. Mən Bakıdan gəldim. Demişdilər Şəkidə narkotik var. Onu götürüb aparıb deyilən yerə qoymalıydım. 3000 manat məbləğində əvəzində pul almalıydım. Gəldim Şəkiyə, narkotiki aparan zaman polis işçiləri tərəfindən saxlanıldı. Şabranda polisin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdiyi tədbir zamanı 4 kiloqram marihuana dövriyyədən çıxarılıb. Daxil olan məlumat əsasında 25 yaşlı Murad Məmmədov saxlanılıb. Astaranın Səncərədi kəndində polis əməkdaşları örüş sahəsində pilotsuz uçuş aparatına bərkidilmiş bağlamadan 10 kiloqram marihuana aşkarlayıb. Daha bir əməliyyatla ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsini təşkil edən 48 yaşlı İlqar Babayev və 46 yaşlı Asiman Əzimov saxlanılıb. Onlardan 15 kiloqram marihuana aşkarlanıb. Məlum olub ki, hər ikisi narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edilib. Maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər həbs edilib. Məhəmməd Hacızadə, ATV Xəbər.